çəkməsin bir də dumandan pərdə, dözmərəm dərdə. 92-ci ilin sentyabr ayının 1-də axşam radələrində şəhid komandir batalyonumuz Əhmədov Süleyman bizi qərargahına yığdı və sabah 713-cü taborun Vəng istiqamətində hücum əməliyyatını planlaşdığını dəqiqləşdirdi və sabah batalyonun erkən hücuma gedəcəyini bildirdi. Mən bölüyü qaldırdım kəndin başındakı yuxarı, harada ki rəhmətlik Azərbaycanın milli qəhrəmanı Yunus şəhid olmuşdu. Baxarsa oralarda bütün silahı, sursatı, ehtiyat nəyimiz vardı, hamısını cəmləşdirdik. Uşaqlara şam yeməyindən sonra istirahət bir də tağam komandirlərinə çavuşları çağırdım. Göstərişləri verdim, silahların təmizlənməsi, kim kimin yanında gedəcəkdi, tağam komandirləri hansı mövqedə gedəcəkdi, dəqiqlikdən sonra növbətçiləri təyin edib istirahət verdim. Səhər-səhər olardı 7-8 radələrində briqadanın döyüş hazırlığı üzrə müavini idi dəsən, polkovnik İsrafilov Eldar gəldi. Gəldi və kombata taboru düzüb, döyüş əmrini verib, yəni irəli getmək haqqında göstəriş verdi. Biz bölüklərlə düzüldük. Bu da komandir batalyon Əhmədov Süleyman rəhmətli dedi ki, çıx batalyonun qabağına, yəni batalyonun döyüş əmrini dəqiqləşdir. Yəni o hər kəsə necə olacaq gedəcək, onu deyilər. Mən komandir rotalarla dəqiqləşdirdim rabitə qurğularının işləməsini. Bu birinci rotada məndə kifayət qədər vardı və onları da yoxlamışdım. Sonra belə qərara gəldi ki, döyüş paryatkası belə olmalıdır ki, birinci bölük yolla irəliləyir. Çünki bizə məruzə eləmişdilər ki, məruzə kombat dəqiqləşdirilmişdi ki, briqadanın kəşfiyyat qurumları Vəngə qədər yolu dəqiqləşdirib, yeri dəqiqləşdirib və Vəngin girəcəyinə qədər, kəndin girəcəyinə qədər heç bir erməni postu, erməni qüvvələri yoxdur. Biz marş keçməliydik, Vəngin harasa 1-2 kilometrlə qalmış, orada döyüş paryatkasına səpələnib, yəni belə ayrılıb, kəndin alınmasına, kəndi almalıydıq. Ancaq Vəng yolu bilənlər bilir, çox qalın meşədir. Yəni o yolun sağı solu iri gövdəli ağaçlar çox meşəlikdir. Qaranlıq meşəlikdir, sıx meşəlikdir. Mən düşmənin hər hansı bir pusqu qura biləcəyini, ya onu bilirdim ki, kəşfiyyatı boşlayırlar, gələn əsas qüvvəni mühasirəyə salıb qırırlar. Bütün bunları nəzərə alaraq belə qərara gəldim ki, birinci bölük yolla, yəni tağamlar bir-birinin ardınca irəliləyir. İkinci bölük mərhum şəhidimiz Vaqif Quliyevin bölüyü sağdan, mənim sağımdan, haradasa meşənin içi ilə, yəni 1-2 kilometr məsafəsi ilə oradan irəliləyir. Məqsədimiz də budur ki, Vəngə çatanda boğma əməliyyatı ilə bir bölük, birinci, üçüncü bölük vuruşur, ikinci bölük hərrənib, yəni arxasına keçib düşməni məhv eləmək idi. Üçüncü bölük, Budaq müəllimin bölüyü qalır ehtiyatda. Yəni ehtiyatda qalır, o nəzərə alınır ki, sonra hansı bölükdə irəliləmə ya düşmənin müqaviməti güclüdür, onda ona köməyə gedir. Mən birinci tağımdan manqa komandiri Ağayev Mehmanı manqası ilə bərabər Dazor qrupası deyirlər. Dazor qrupasını
təlimatlandırdım, başa saldım, o bölüyün önündə getdi. Amma elə məsafədə onu fikirləşdirdim ki, saxlamağa ki, ya ona artilleriya, çünki bizdə artilleriya yox olur, ya da ki, əlində olan atıcı silahlarla ona dayaq ola biləsən. Yəni, bu mehmanı bu məsələdir. Mehman da 5 nəfərlə hərəkətə keçdi. Rabitəsi vardı və bütün maniyelər olanda, nəsə olanda mehman məruzə edirdi. Mən rotanı yatızdırırdım, döyüş vəziyyətinə gətirirdik və manqa irəliləyirdi. Biz o dərəni 92-ci il sentyabr ayının 1-də biz Qozlu kəndində yerləşmişdik. Bizə əmr verdilər ki, biz qarşıda olan Yəhərə bənzər dağın ətəyinə qədər getməliyik, orada mövqe tutmalıyıq və sentyabrın 2-sində isə Vəngdə olan erməniləri oradan qovub çatmaq üçün hərəkətə keçməliyik. Biz axşamla gəldik, həmin Yəhərə bənzər dağın ətəyində mövqe tutduq. Gecəni orada qaldıq səhərə qədər. Səhər bölük komandirimiz baş leytenant İskəndərov Rəhman yaxınlaşdı. Mənə dedi ki, Mehman, öz dəstəni götürürsən və bizim hücumdan qabaq sən dazor qrupası getməlisən. Qabaqda nəsə bir şey varsa bizə məlumat verməlisən. Biz yəni hücum vaxtı maniyə olmasın. Mən də razılaşdım. Bizim ətrafımızda yığılan uşaqlardan Allah rəhmətinə gedib, indi yoxda Allah rəhmət eləsin, Sahib, Asif, Əflağa və Ağa. Ağa 5 nəfər biz düzəldik. Rasiya verildi bizə, onu da verdi Ağaya. Ağa kürəyinə saldı. Bizə yol göstərdi ki, bu maşın yolu ilə biz getməliyik Vəngə tərəf. Arxada onlar gəlirlər. Nə məlumat olsa biz ötürməliydik rasiya ilə. Biraz razılaşdıq, yola düzəldik. Bir müddət yol getmişdik ki, qarşıdan mən gördüm, mesela yolun ortasında narahatçılıq yer var. Diqqət elədim, gördüm ki, orada tank əleyhinə mina bastırıblar. O tank əleyhinə mina gördüm, ətrafa da baxdım, gördüm, yoxdur, bir dənə idi. Biz onu rasiya ilə bəs bölük komandirinə xəbər verdi ki, qarşıda mina var, yəni tank əleyhinə, tank sək gəlsə batar. Mən onun üstünə, minanın üstünə bir budaq kəsib qoydum ki, tez görünsün gözə. Düzəldik yola, baxa-baxa ətrafı müşahidə ilə gedirik. Bir tikili var idi, tikiliyə uşaqlardan göndərdim ki, geçsinlər, baxsınlar, nə var orada. Getdilər, baxdılar, müşahidə elədik, gördük, oralar boşdur. Bir müddət gəlirik ətrafı dinləyə, diqqətlə. Gəlirik ki, birdən nəsə bir şey olsa görək də, xəbər tutaq. Bir neçə vaxtdan sonra istəyirdik ki, qabaqda mən istəyirdim ki, qarşıda bir topa əskər var. Bizə də səhər-səhər çıxanda briqadanın əməliyyat qrupunun rəhbəri demişdi ki, bəs briqadadan axşamdan ora kəşfiyyat qrupu gedir. Ola bilər, biz onlarla üz-üzə gələk, rastlaşa bilərik. Bu mənim yadımda idi, çünki bu əməliyyat biraz gizli idi. Ona görə açıb hamıya demirdi ki, qabaqda bizi nə gözləyir. Mənə məlum idi bu məlumat. Bir müddətdən sonra biz yaxınlaşdıq, adamları görəndə şübhələndim, dedim, əgər bu kəşfiyyat qrupu axşamdan gediblərsə, bunlar nə üçün gəliblər, bu dağın ətəyində yığılıblar, bir qrup, özə bizi görüblər. Deməli, nə atəş açan var, nə silah qaldıran var, nə başa düşdüm ki, bunlar bizimkilərdir. Yəni, Azərbaycan əsgərinin nümayəndələridir. Biz biraz da yaxınlaşdıq, nəsə hiss eləmək olmadı ki, burada nə ola bilər. Biz yaxınlaşanda başa düşdük ki, bunlar, sən demə, Azərbaycan ermənilər imiş. Həmin formalarda, həmin üzümüzdə saqqal, onlar da burada bizi məni nə allatdı, nə məni yadımdan çıxartmış var. Deməli ki, bizə ki, səhər-səhər dedilər ki, kəşfiyyat qrupu gedibdir briqadanın axşamlar. Bu mənim təmiz sinirlərimi oynatdı ki, bunlar göndəriblərsə, bu burada nə gəzir, niyə qayıdıb məlumat vermirlər və yaxud hərəkət edəmirlər, və yaxud bizi ilə. Bir 10 metr onlara qalanda başa düşdük ki, biz də silahlarımızı salmışıq aşağıda. Hatta yəni ki, biz də döyüş vəziyyətində deyil. Döyüş vəziyyətdə deyilik, xeyr. Yəni döyüş vəziyyətində deyil. Xeyr. Biraz yaxınlaşana bildik ki, bura ermənilərdir.
Söz uşaqlara dedim ki, biraz özünüzü diqqətli olun. Bu ermənilərdə hərəkət eləməyin, cəld hərəkət eləməyin, ateş aça bilərlər bizə. Çünki onlardan biri əl pulemyotunu qaldırıb, atılmışdı qarşısında, əl pulemyotunu qaldırıb 5.45 pulemyotları. Bizi ilə diqqətlə izləyirdi bizə. Qalanları, onların əsgərləri silahları aşağıda, yəni diqqətlə baxırdılar bizə ki, Birebir özünkiləri. öyle bir bunlar da özümkilərdir. Ama ben yaxınlaşdım salam verməyə, istədim, yox, artıq ucu geçdi. Burada salam sözü keçmir. Bunlar bizə baxışırlar, biz onlara baxışırıq. Nəydən başlayacaq, kim nəydən başlayacaq? Bir onu bilirəm ki, mən özümdə bir təpər hiss elədim. Başa düşdüm ki, başqa cür alınmayacaq. Biz artıq daha ilişmişik, ələ keçə bilərik. Ben qışqırdım, o da sizin komandiriniz kimdir? Onların içində bir nəfər hündürü var idi. Dedim, nə lazımdır sana? Ruslar. Mən Rusya dedim ki, kim? Birdən lazımdır, sizə nə lazımdır? Mən də Rusya başına aldım ki, bəs ATƏT Minsk qrupu təzə yaradılmışdı. Bu yadımdaydım Bakıdan gələndə. Dedim, bəs qrup yaranır. Bəs onlar da istəyir ki, bu iki dövlət arasındakı bu millət qırğınlığının qarşısını ala. Yəni ehtiyac yoxdur da, biz qonşu ölçüyük, qonşuyuq. Belə şeylər yaramaz. Mən onu başa salmaq istəyirdim. Bu zaman Vaxt uzandırırdın ki, bəli, mən arxada gözləyirdim ki, arxa qrupada yaxınlaşsın. Çünki arxaya xəbər verə bilmədik biz. Rasyona xəbər, hər şey xəbər verdi. uzandırırsan ki, arxa gəlsin. Bəli, arxa gəlsin. Elə bu zaman bunları ağaya xəbər verdim ki, ağa Rasyona xəbər ver ki, biz düşmüşük də, yəni artıq pusuya düşmüşük biz. O xəbər verdi. Bu zaman ermənilərin içindən bir dənə saqqallısı əylərlə yaxınlaşdı ki, bəs ağanın əlindən o rasiyanı alsın. Radiostansiyanı alsın. Belə mənə də çox pis təsir edir ki, komandir olmuş, komandirlə söhbət apardı. Bu da dığanın biri yaxınlaşır orada. Mən dözə bilmədim, yaxınlaşdım buna. O əlini uzadanda ki, şeyi götürsün oradan. Radiostansiyanı. Mən yaxınlaşdım, əlimdən elədim, sən nə edirsən? Rusya dedim, sən nə edirsən bunu edirsən? Bəs komandirim var orada, qulaq az. O şu əlini çəkdi o rasiyadan, çəkildi qırağa. İndi söhbət aparı mən orada. Sayıları nə qədər olar? 70 yaşında. Bir 70-80 nəfər var idi orada. Var idi o 70-80 nəfər orada. Bax. Biraz keçdi. Mən hiss edirəm ki, bunların gözü bizim arxamıza tərəf, bizim qarşımıza oturanların, ermənilərin gözləri mənimlə üz-üzə dayanır, mənim arxa tərəfimə diqqət edirlər. Mən də başa düşə bilmirəm ki, arxada nə var, nəyə baxırlar. Mən deməm, onlar da hiss edirlər ki, hücum əməliyyatı verilib bizə, yəni arxadan bizə kömək gəlir. Bizim böyle arxadan köməyə gəlirmiş. Mən hiss edirdim ki, bu əsas gözüm mənim bu pulemyotçudan idi. Üzümdə mənimlə oturan pulemyotçu. Çünki o pulemyotu qaldırır yuxarı, mənə baxır, biraz yolu, biraz əli sağla aşağı. Mən də baxıram ki, nə qədər müddətdə mən vaxt tutub, nəsə burada bir hərəkət eləmək lazımdır. Çünki hərəkət eləməsin, artıq biz dustaq ayıb aparacaqlar. İkinci dəfədə yenə pulemyotu qaldırdı mənim üzüm istiqamətində. Bizim aramızda bir 4 metr, 5 metr məsafə var. Qaldırdı. Çox saxlaya bilmədi, pulemyotu saldı aşağı. Özümə fikirləşdim ki, əgər bir də 3-cü dəfədə bu belə eləsə, aşağı salanda mən qışqıracam burada, əmr verəcəm ki, uşaqları dağılışsınlar. Artıq biz bunların əlindəyik, mümkün deyil. Bu danışımız artıq danışmağa bir şey qalmamışdı. Onlar da hərəkət eləmirlər. Yəni bizə nə hücum eləmirlər, nə bizim gəlib əl-qolumuzu tutan yox, silah alan yox. 3-cü dəfədə bu pulemyotu qaldırdı yuxarı. Elə bu aşağı eləyəndə mən bir dənə qışqırıq verdim ki, dağılışın özüm də oyla bərabər uzanım, dağılışın. Bu zaman həmin o pulemyotçu artıq pulemyotu aşağı dedi, o tətiyi çəkdi. Pulemyot ateş açdı. Ateş açdı, atdığı güllələr mənim sağ tərəfimdən sallanmış patsunka var idi. O Mağazin sumkası. Mağazin sumkası var idi. Onun içi dolu, minə yaxın patron var idi onun içində. Onların içində doldu və ayağıma nəsə ayaqlarım, mənim buduma bir neçə orada nəsə zərbələr dəydi. Ağustos çördüm, yıxıldım, üzüm arxa tərəfə. Yəni o ki bizim bölük artıq hücuma yaxınlaşır, onlara tərəf. Üzərimdə olan snayper silahı da, avtomat da hamısı mənimlə bir bərabər açdı mənim başımın üstünə. Arxadan bir böyük başladı, ateş başladı. Həm qabaqdan, həm bizimkilər, həm də bunlar başladılar ateşə, bir-birinə ateş açmağa. Biz də qalmışıq ateş nöqtəsinin ortasında. Mənə qaldırıb başımı çıxar. Mən də baxa bilməm ki, uşaqlar harada. Çünki yıxılmışıq elə bir yerdəyəm ki, başı qaldırdın vuracaqlar güllə ilə də. Yəni, çünki güllələr yanımda elə çovuyur.
vızıldır. Yəni sağa sola həm oradan atılanlar, həm bunlar ermənilər tərəfindən atılan güllələr, Həm də bizimkilər tərəf. hələ bizimkilər tərəfindən atılanlar bir-birinə üz-üzə inanırsınız. Heç belə söz də hiləsidir. Onu belə bir çəkib, o məsəl üçün qeyri-mümkündür onun nəsə. Ancaq yadıma salanda özüm tükürəm ürpəşir ki, o cürə o burhalada necə belə güllə dəydi. Onu bilirəm ki, mən ayaqlarımı, arxadan ayaqlarımı qaldırdım belə yuxarı ki, belə. Ki, arxa tərəfdə də atılan güllər başıma dəyməz, dəyəndə ayağıma dəysin. Çünki yaxın məsafədə güllərin sürəti o da deyil. Biraz ateş açıldı, birdən istəyərdim ki, mənə çağırırlar. Bizim bölük komandiri, deməli, Rəhmat İskəndərov, Asəf də yanında, uşaqlar orada, Qəşəmgil oradadılar, hamısı yığılıblar, mənə əl ilə ki, sürünə çıx oradan. Yəni, uzandığım yerdən sürünə geriyə qayıdım. Bilirsiniz, demək asandır, məsələn, o ki, belə bir prosesə düşən insan. Yavaş kimi yağır, oradan çıxmaq. Oradan çıxmaq, özü də necə çıxasan ki, hala durub qaçmaq olmaz, durmaq olmaz ayağa 100% bilirəm ki, duran kimi ya qabaqdan bizimkilərin, ya arxada ermənilərin gülləsinə mən üzləşəcəm olanlar. Biraz süründüm qabağa, başımı qaldığında hiss edirdim ki, aha, uşaqlar qabaqdadılar, baxırlar əl eləyirlər ki, biraz da gəl. Arxadan artıq güllə səsləri azalmışdı, əsas bizimkilər qabaq tərəfdən arxanı biçirdilər oraları, demək olar ki. Yavaş-yavaş yaxınlaşdım, snayper silahının, avtomatı, patronların sumkasını da götürüb özümlə sürüyəcək yaxınlaşıram ki, tez keçib uşaqlarımıza, axır yaxınlaşmışam onlara. Biraz çətindir danışmaq, bilirsiniz, o vaxt görünən olan işləri hər an yadda qalır, ancaq onları dilə gətirib demək çox çətindir, biraz ağırdır. Ancaq biz haqq yolundayıq, biz bu işləri gərək axıra qədər çatdırmalıyıq biz. Biraz yaxınlaşdıq bu uşaqlara, tez bizim uşaqlar yaxınlaşdılar bizə, mənə məsəl kömək elədilər, tez o döyüş ateşin altından bizi çəkdilər, çıxartdılar qırağa. Biraz mən o ağa ilə bir yerdə qalmışdım orada, yolun qırağında. Ağa da biraz çəkinirdi, rasiya üstündəydi, çəkinirdi, deyirdi, bəs bizi öldürəcək, dedim, amma nə öldürəcək, bu da bizim hamısı dostlarımız bizi çatıblar buradadılar. Ermənilərin başına görünən gətirirlərdi. Düz ayağa durub baxa bilmir, indi sonradan görəcək bunları. Qorxma otur yanında. Mən dözənmədim, avtomatı üstündə bir 10 dənə mağazin var idi. 300 dənə güllə elə məndə var idi, elimizdə taxmışdı. Çünki biz oradan müdafiə gedirdi, oradan ermənilərdən boşaltmağa gedirdi. Ola bilərdi ki, bizə kömək gələ bilməz, heç olmasa güllə barədə bizdə bol idi. Artıq silahlarımız var idi. Bəli, bu 10 dənə mağazini mən oradan atmışdım. Onu bildim ki, axırıncıda qutardı. Ağa deyir, ay mən bəs avtomat atırsam, bəs patronlar çıxır, gilizlər. Mənə dəyər, o yanımda uzanırdı. Dedim, sən çəkil dalda, sən doldur avtomatda, daraqları doldur ver bizə. Biraz keçdi, yadıma düşdü ki, snayper silahı da üstündədir. O snayper silahı mən hazırladım, tez hazır vəziyyətinə gətirdim və baxanda gördüm, erməniləri gördüm, qayaların, deməli meşənin ağacların arasında gördüm erməniləri. Mən də gücüm çatandan nişan alırdım, məsəl üçün qolu görünür, qısı görünür, ateş açırdım. Ona mən baxmırdım ki, dəydi, ona dəyməli. Bilirəm ki, güllər onu mütləq tutur. Çünki aramızdakı məsafə 150-200 metrdə snayper silahı da onları yaxınlaşdırıb bizə elə bir mənimlə onun arasında 1 metr yarım məsafədə qoyub. Bir neçə atış açdıq, Rəhman dedi ki, səsi gəldi ki, tez mehmana yapışın, çəkin çıxardın. Mənə çəkib çıxardanda Asəf mənə yaxınlaşdı. Əlində onun iğnə var idi. Bu da mənə dedi ki, ağır şəssisidir, sənin güllə dəyibdir. Qoy o ağır şəssisi, bıraq o güllə dəyən yeri biraz aşağısından ki, biraz hiss eləməyəsin bu ağırları. Çünki dözmək olmur ağırları. Mən deməli, nəyi hiss elədim? O güllələr açılandan sonra erməni vurandan sonra mən əti hiss elədim. Elə bir ki, yanmış əti, qovulmuş əti belə gəldi. Mən başa düşmədim. Nədir? Sən demək oradan başa düşdüm ki, o atılan güllələr qızmır. Girib mənim budumda bir oradan gəlirmiş. Mənim sumkanın altında. Asəm mənə bir iğnə vurdu qıçıma. Çəkdi mövqeyə, öz mövqelərindən çəkdilər və biz buradan ateş başladıq. Hücuma gələn, bizim arxamızda gələn bölüylə birləşərək qarşıdakı erməniləri məhv eləmək üçün hücuma keçildi. Mən orada indi deyim, 2-ci rotanın, 2-ci bölüyün komandiri Vaqif müəllim idi.
onu bilirəm ki, öz bölüyü ilə bərabər bizim sağ tərəfimizdə. Biz hücuma gələndə demişlər ki, bizə deməli bölüyün biri bizim sağımızda, biri solumuzda oldu. Biz də orta yolla Vəngə yaxınlaşmalıyıq, Vəng bölgəsində. Mən onu gördüm orada ki, o qədər sürətli atışma başlamışdı ki, artıq da ağız deyəni qulaq eşitmirdi güllə səsindən. Nə qədər qışqırdım ki, Rəhman yanında qışqırdım ki, bəs Vaqif, yəni qarşıda da bulağın yanında ermənilər orada çəkilmişdi, orada dağ, divar kimi bulağın ətrafında daşları var idi onun dalında. Əlinlə göstərir ki, orada o məni görmə, eşitmirdi. O ancaq diqqəti qarşıda idi. Yəni hücuma gedən dəstənin başında durub hücuma gedirdi. Yəni, sonra orada belə bir vəziyyət alındı ki, bizim tağımdan olan uşaqlardan biri qalxdı, dedi ki, mənə də vurdular. Gördüm ki, o qalxdı, sinəsindən vurulmuşdu o. Fərruxu vurmuşlar. Onun da qolunun arasında 2 nəfər girmişdi döyüş meydanına, onlar istədilər çıxardılar həkim məntəqəsinə aparmaq üçün. Mənə də qoluma girdilər, dedilər, qalxaq gedər, həkim məntəqəsi var yuxarıda, mütləq də ora girməliyim. Axı bu bizim rota komanderinin əmri oldu ki, bəs sən döyüş meydanını tərk eləməlisən, yaralısan bu müddət səni vuruşanmarsa, mütləq sənə yardım olunmalıdır. Mən yuxarı qalxdım, orada komandir batalyonumuz da oradaydı, rəhmətli. Süleyman Əhmədov yuxarıdaydı. O döyüş bölgəsini izləyirdi binoku ilə. Gördü bizim yaralı olmanı gördü. Biz yaxınlaşdıq, orada UAZ maşını var idi, təcili yardım maşını. Bu zaman bizə Mehdi yaxınlaşdı mənə, dedi silahları təhvil ver, bəs səni arxa cəbhəyə göndəririk buradan. Məndə olan snayper silahını, əlimdəki avtomatı və patronları təhvil verdim Mehdiyə. Oradan bizi göndərdilər. Aterik var idi orada. Aterikə gəldi. Dedilər ki, burada bizim hospitalın nümayəndələri var burada. Onlar bizi müayinə eləmədilər və haraya göndərilməli, onlar təyin eləmədilər. Biz oraya yaxınlaşdıq. Orada həkimlərdən biri yaxınlaşdı, baxdı, mənə yaralamı baxdı və bu zaman dedilər ki, yenə gətirirlər. Mən orada uzanmışdım ağacın altında. Artıq bizə güllə səsi gəlir, ancaq bizə güllə üçün biz dayanın arxasında idik. Bu zaman gələndə dedilər ki, bəs rəmzini gətirirlər. Mən inanmadım, necə rəmzini gətirirlər. Gəldi, rəmzini gətirdilər elə palatkada. Qoydular yerə. Qalxdım, gördüm, bəli, rəmzidir. Alnında da güllə yarası var. Rəhmətə gedibdi. Belə çox pis oldum orada ki, Rəmzi mənim kəndlim idi. Bir həmkəndli idik biz. Atası, Allah rəhmət etsin, kəndin müəllimlərindən, hörmətli müəllimlərindən biri idi. Bəli, Rəmzini gördüm, mən daha özümü saxlaya bilmədim bir balaca orada. Ağladım, qucaqlayıb onu. Olan hadisədir. Sonra bizi oradan yığdılar, zil maşınıyla bir Samasval zil maşınına yığdılar bizi. Oradan göndərdilər Kəlbəzərə. Dedilər Kəlbəzərə gedib orada əsas müalicə orada olacaq. Bizi göndərdilər Kəlbəzərə. İrəliyirdi. Biz o dərəni suyu keçdik. Mehman irəliyir. Mən bir də gördüm ki, qabaqda harasa bir 80 nəfər, ola bilər, səhv edirəm, 70-80 nəfər belə qövsvari qrup oturublar. Mən sonra dəfələrlə də Mehmandan soruşdum ki, niyə onlara o qədər yaxınlaşdım? O deyir ki, mən səhv saldım 2-ci bölüklə. Çünki bizim yolumuzda 2-ci bölük 2 dəfə bizim yolumuza çıxdı. Mən sonra rəhmətli Vaqiflə danışdım ki, biz bir-birimizi qıracaq. Daha çəkilim, meşənin dərinliyinə çəkilim. Ondan sonra o meşənin dərinliyinə çəkirlər. Bu Mehman deyir ki, mən bu dəfə də elə dedim ki, yenə bizim 2-ci bölüyümüzdür ya da bir qadanan başqa bir batalyondur ya kəşfiyyatın qurumlarıdır. Bunlar bizim bu qrupa, bunların içinə girdi. Nə danışıqlarını mən bilmirdim, sonra Mehman danışır. Mən onda gördüm ki, bunlardan biri durdu, lap axırda rabitəçimiz idi. Onda baxdım ki, bunların hamısının sol qolunda ağ əski bağlanıbdır. Onda bildim ki, ermənilərdir. Bu yaxınlaşıb rabitənin o ipini dartıb çiynindən çıxartmaq istəyəndə mən də atəş aça bilmirəm, çünki uşaqlar qabağındadılar.
O geri çəkiləndə Mehman komanda verdi, uşaqlar uzandılar, ateş açdı. 2 nəfər sahiblə Mehman ateş açdı. Qrup dağıldı. Rabitəçi ilə Mehman uzandı yerə. O biriləri 3 nəfər yolun soluna hoppandı. Bu da mənim önüm açıldı. Mən o talpanın içinə, bax o ermənilərin oturmuşdular, oranı tutdum ateşə. Mənim arxamda gələn tağım komandiri Nadirov Rafael idi. Sonra Asəf idi familiyası. Alxanov Asəf idi. Yəni yadımda qalan uşaqlar. Komanda verdim, rota uzandı, o qabaqdakılar polnusu uzandı. Biz o talpanı möhkəm ateşə tutduq. Ateşə tutduq, yəni o 2 nəfəri çıxartdıq. 2 nəfəri çıxartdıq, sonra mən komanda verdim Nadirov Rafaela ki, sol qol üstündə tağım rota düzülsün. Yəni belə bayvə paylatka ilə düzülsün. Özüm yolun içindeydim. Rafael tağımını apardı, sonra komandir Hans Dobisi yadımdan çıxdı. Yəni bölük düzüldü. Bu bizim qabağımızda olan ermənilər. Onlar hamısı çəkildi, qaçdılar arxaya. Belə başa düşdüm ki, o da bir tağımı saxladı elə mənim kimi yolda. O biri tağımları o dəriyə düzdü. Çünki intensiv ateş başladı. Ateş başladı. Burada mən komanda verdim ki, iri ağaçların arxasına keçin. Özünüzü qoruyun və atışa yavaş-yavaş irəliləyin. Mən xeyli yaxınlaşmışdım. Onda birinci bölüyün o qrupda olan uşaqlardan rəhmətli Əflağanın meyidini gördüm. Onu vurmuşlar, böyrü üstə idi. Silahı da yox idi. Onu mən gördüm, o arxaya çəkiləndə qaça-qaça güllələr onu güllələdilər. O bir dənə ermənində saqqalı yürüdü, avtomatını götürdü. Orada ağac vardı, ağacın altına düşdü. Sonra sahib də çıxdı. Rəhmətli sahib də çıxdı. Amma Malış Asif yox idi. Bir nəfər şəhid olmuşdu, bir nəfər də itkin idi o qrupdan olanların. Mehman da yaralanmışdı. Mən dedim ki, Mehman çıxsın arxaya. Şəhid olmuşdu. Əflağa şəhid olmuşdu. Malış yaralanmışdı, Mehman da yaralanmışdı. Malış hələ bilmirdik haradadır. Mehman da ayağından yaralanmışdı. Bu dəfə erməni komandiri də o belə başa düşdüm ki, gələndə bir dənə bölüklə onlar da yəqin hücuma gəlirmişlər. Onun da kəşfiyyatı getmişmiş. Bəlkə də o bizi öz kəşfiyyatı salıbdı. Ona qədər o qədər yaxına boşlamışdı. Onun da bir rotası qabaqda idi. Atışırdı bizdən, güclü atışma gedirdi. Və onun arxasının üstündə hündürlükdən oradan da bizi tutdular ateşə. Yəni o qədər güclü ateşə yox. Çünki bunun komandirləri öz qüvvələri ilə bizim aramızda idi. Bu dəfə bizi sağ tərəfdən də, o mənim sağ qolumda meşəliyin içindən də güclü ateşə tutdular. Yəni, məncə bölüyü qövsfəri dedim ki, bir dənə tağım sağa çıxsın. Bu dəfə ikinci rota girdi döyüşə. İkinci rota girdi, rəhmətli Vaqifin rotası girdi döyüşə. Və bizim sağımızda olan qüvvələr, bizim ikinci rota ilə başladı döyüşməyə. İkinci rota ilə başlamadı döyüşməyə. İkinci rota onları o hündürlükdən orada belə bir təpə kimi gəlir, belə bir yarğan kimi gəlirdi. Onları vurdu, oradan saldı dəriyə. Onlar o dərədən belə onlarla atışırlar. Bizə oradan o qədər güclü ateş gəlmir. Bu erməni komandirlə mənim də aramda belə bir təpə kimi maşın aşağıdan artıq Mənəvər kəndindən gələn maşınlar o palçıqda belə bir təpə kimi, təpə dedim, balaca bir yer düzəltmişlər. Yəni o pulamyot qoyub döyüşün taleyini həll eləyə bilən bir yer idi. Mən komandana o da rusca verirdi ki, gördüm o çığırır ki, o təpəni tutun, təpəni tutun. Mən də bilirdim ki, o təpəni onlar tutsa, yəni bizim rota üçün çox ağır itki olacaqdır. Mən Rafaela, ona qədər Rafaela komanda vermişdim ki, oranı tut. Bir də baxdım ki, ermənilər qrantamyotla, Beko ilə oranı güclə vura-vura balaca bir qrupla ora irəliləyir. Mən Rafael'la Ağasəfi bir də təzdən çağırdım ki,
peke ilə vurun, nə olur olsun o yeri tutun. Uşaqlar oranı tutdular, bizim pulemyot Kalaşnikov qoydular ora, o gələn qrupları məhv elədilər. Bu dəfə aşağıdan 2-3 olardı PK, birinin grantamyot. Üzü yuxarı bizi vura bilmirdilər. Rəhmətli Vaqifin rotasını başladılar vurmağa. Onu da biz zərərsizləşdirdik. Onu da zərərsizləşdirdik. Mənim fikrim o idi ki, 3-cü rota, Budaq Nəsibovun ehtiyatda qalan rotası, o sol tərəfdə bir dərə vardı. Dərə ilə düşsün, o dərə yuxarıdan gəlirdi, oradan keçsin ermənilərin arxasına. Bu, bizim aramızda qalan erməni ya onu başa düşdü, ya çünki dərədən də biz düşürdük ora atışma. O əlində olan qüvvələri çəkdi arxaya. Çəkdi arxaya, orada da onların daşdan, zaddan səngərləri vardı, bizdən də yuxarı idilər. Bilmədim ikinci rotanın qabağındakı bölüyün çəkdi yoxsa yox, çünki ikinci rota xeyli irəliləyib onları dəriyə salmışdı. Biz də yavaş-yavaş irəliləyəndə bu yuxarıdan, bizdən yuxarıdan tutdular bizi çox güclü atəşə. Çox güclü atəşə, sonra mən bildim ki, 3-cü bölüyün komandiri Budaq Nəsibov ehtiyatda olan atışmanın intensivliyini görüb, yəni o ateş müharibədə olmuşdu ki, o tərəfin, düşmən tərəfin atılan silahların ola bilər səsinin çoxluğunu bilib, rotanı salmışdı döyüşə. Yəni bizim sol tərəfdən, yəni 3-cü rota gəldi köməyə, orada bir təpə kimi vardı və onlar da başladılar həmin o ermənilərin mövqələrini güclü ateşə tutmağa. Bu dəfə mən öz bölüyümdə bir də arxada olan bütün grantamyotçuları yığdım. Yəni bir qrup hazırladım ki, grantamyotlar dayanmadan bir-birini gözləməklə həmin o ateşin çıxdığı yerə, çünki meşə sıx idi, qaranlıq idi, biz o avtomatın ağzından çıxan alovları, silahlarını görürük. Oranı başladım, çalışdım susturmağa. Bizim 3-cü bölük dayanmadı və biz qabağa keçdik, hücuma keçdik. Orada mən meşənin içində çox belə güclü atışma oldu. Mən orada bizim bölükdən şəxsən Fəxrinin, Nəsiminin, Bəhrəmin, Yunusun və başqalarının adını çəkmək istəyərdim ki, bu uşaqlar müəyyən bir istiqamətdə alladıcı variantdan ermənilərə qarşı sol tərəfdən güclü hücuma keçdilər. Atışma oldu. Ermənilər də hiss elədilər ki, 3 yox, 4-cü tərəfdən ermənilərə qarşı atışma gedir və onda ermənilər yavaş-yavaş arxaya çəkilməyə başladılar. O zaman bizə məlumat verildi ki, 2-ci bölüyün komandiri Vaqif Quliyev yaralanmışdı və bir neçə yaralımız vardı. Orada bizim 3 qardaşımız şəhid oldu və sonra məlum oldu ki, Vaqif Quliyev yolda şəhid olmuşdur.